kimdir? Nuray, gələ bilərəm? Gəl. Səni vurduğuma görə məni bağışla. Roy. İndi mənə düzünü de. Ola kimdən getmişdin? Xavər xanım. Nədir? Cahangir müəllim gəlib sizi çağırır. Hardadır? Aşağıda. Geç, geç de bak, geç. De görüm kimdir? Nuray, cavab ver. Oğlana de ki, gəlsin sabah mənimlə danışsın. Sabaha qədər vaxtınız var. Əgər sabaha qədər gəlməsə, səni Eldarla evləndirəcəm. Hoş gelmişsin Cahangir. Sağ ol Xavər. Ne oldu? Kızınla danıştın. Bir kararı geldi. Eldar gibi bizden cevap gözləyirlər. Yok. Kızın istediği varmış. Başa düşmedim. Ece'nin istediği varmış. Kimdi o? Vallahi bilmirəm. Soruşuram da cevap vermiş. Ece'ni bilmirəm. Senin kızın kiminlesi görüşür, sensiz haberin yoktu. Ne öz başlanırdı belə. Neyini mi? Ne diyirəm için demir. Sur. Salam ata, xoş gəlmişsən. Anan ne deyir? Nuray deyir. Ata, Nuray heç özü də bilmir nə edir. Üstünə də getmək istəmirəm. Sabah ətraflı öyrənəcəm. Bax Toğrul, mən hər şeyi sənə əmanət eləmişəm. Amma əgər Nurayın səhvi olsa, onun cəzasını özüm verəcəm. Bildin? Sən də eşit. Yaxşı ata, narahat olma. Hələ bir də iyiləşdirək. İcazənlə. Şükür axır ki yatdı. Bir daha uyanmasın.
mən bu yeməyini necə hazırlayım verim. İsti olur, soyuq verim, yılıq verim, necə verim mən bu yeməyi. Nəsə olub? Yox, elə Murad bayaqdan ağlayırdı, güclə sakitləşdirib yatızdırdım mən də. Ağlayan uşağa oxşamır heç. Lalə hardadır? O bugün icazə əldə öz evinə gedib. Niyə? Bugün qızının axırıncı cümə axşamısıdır. Ona görə evə adamlar gəlib. Allah rəhmət eləsin. Sən niyə getməmsən? Mən bu gecə Muradın yanında qalacağam. Aa. Buna baxın. Toğrul, Bəli ana. Nurayla bir şey danışa bildin? Nə deyir? Heç nə demir ana. Bu qız niyə belə eləyir axı? Ana Lalənin qızın cümə axşamısıymış. Bilirəm. Gəldi məndən icazə aldı. Dedim get. Gərək biz də nəsə eləyərdik Lalə üçün. Əslində mən təklif elədim, deyir, istəmirəm, lazım deyil, çox sağ olun. Amma mən bir şey fikirləşəcəm, narahat olma. Yaxşı. Keç də içəri, hadi. Lalə. Başa düşürəm, çox çətindir, amma sən güclü olmalısan. Bütün bu olanları biz qəbul eləməliyik. Keç içəri, gel. Xoş gəlmisən Lalə. Yaxşı olacaqsan, yaxşı. Sakitləş, yaxşı olacaqsan. Narahat olma, yaxşı olacaqsan. Sakitləş, nə olur, sakitləş. Ay Allah. Can. Nədir Lalə? Nüşabə xala mələyin qızdırması düşmür. Səhərdən nə edirəm? Düşmür qızdırması. Ay qız uşaq xəstələnər də, qızdırması olar da uşağın. Nə olub bəyə? Sirkəli sudan zatdan bir şey ilə keçib gedər. Eləmişəm. Hamısını eləmişəm. Səhərdən silirəm bədənini, amma düşmür. Ay qız götür bir pambıq parça götür, soyuq suda islat, sil uşağın bədənini, keçib gedəcək.
Mələyim axırıncı dəfə buradaydı. Kıstırmanın içinde yanırdı. Ben de sana zəng vururdum. O gün niye gelmedi? Hansı gün? Meleği xəstəxanaya apardığım gün. Niye gelmedi? Nədir Lalə, nədir? Görürsən açmıram da. Ay qız, mən neyniyim? Uşağın qızdırması var. Sal da bunun qızdırmasını. Mən gəlib salmalıyam uşağın qızdırmasını. Lalə, elə yerdəydim ki, heç cürə gələ bilmirdim. Mən nə biləydim ki, belə bir şey yaşayacaq. Kaş mən öləydim, Lalə. Benim kızım çok balacaydı hele. Büyüyecekti. Mektebe gidecekti. Ben her gün onun saçlarını düzeltecektim. Eşittiklerim düzdür Sadiq. Nə eşitmisən ki, Lalə? Başka kadınla görüşürsen senlenem Sadiq. Hayatında başka kadın var. Lalə, bu nə söz deyə danışırsan? Mən bala dərdi çəkirəm. Sən bu nə fikirlər deyə düşmüsən? Kimsə nəsə deyib sənə?
Nəsə görmüsən? Heç kimə inanma ya, sən mənə inan. Eşidirsən məni? Onlara inanma, ancaq mənə inan. Vallahi yalan demirəm. Lalə, özün bilirsən ki, mən yalandan and içə bilmirəm. Sən özümü yalandan aşmıram. İnandın mənə, Lalə. Lalə, vallahi heç kim yoxdur. Heç kimlə görüşmürəm. Yaxşı. Oğul, Hə, anam. Muradın qanını aldırmışdın. Nə oldu məsələ? Bir neçə günə çıxmalıdır. Bu hardan düşdü yadı bu? Yadımdan çıxır ki. Vallahi hamı deyir ki, uşaq Toğrula oxşayır. Ana yenə başlamadı. Qoy hələ cavablar çıxsın, sonra baxarıq. Sən də söz demək olmuram. Nuray, birdən kimsə görər. Narahat olma, heç kim görmədi. Toğrul'la danışdım. Nə oldu, nə dedi? Otur deyəcəm. Yazardan Samir üçün. Gəl ana. Gəlmək olar. Gəl. Toğrul, deməli tapşırdım, hazırlıq görüblər. İndi aparacaqlar da ailəgilə. Halvanı da tapşırdım ki, qonşularına paylasınlar. Lap yaxşı. Yaxşı. Samir evdədir. Hə, aşağıda otağındaydı. Yaxşı. İşim var idi onunla. İndi necə olacaq? Toğrul o qədər əmin idi ki, mən heç nə deyə bilmədim. Dedi ki, oğlan sabaha qədər gəlsin məndən danışsın. Yoxsa məni Eldara verəcək. Aytən. Arada bir nəfəs al, fasilə ver. Nə deməyim, mən Solmaz xala? İmkan vermirsən, əlimi ağzıma uzadım. Adam bütün yeməyi küstürürsən. Əyləş Solmaz xala. Yorulmayasın. Çox sağ ol, bana.
Axşama nə hazırlayım? Sən hazırlasan dadlı olur. Samir otağındadır. O otağımdadır. Gedim yanına. İndi biz nə edəcəyik? Sən gedib Toğrul'la danışmalısan. Yoxsa məni Eldarla evləndirəcəklər. Mən bunu Toğrulla necə başa sala bilərəm? Axı ola bilir ki, biz bacı qardaş kimiyik? Başa sala bilmərsən, ha? Deyirəm ki, məni Eldarla evləndirəcəklər. Başa düşmürsən, bizi ayıracaqlar. Samir, mən sənsiz qalmaq istəmirəm. Samir. Geç. Gələ bilərəm Samir. Uzanmışdım, yuxu tutub. Eybi yox. Gəldim deyəm ki, sən o müəllimlik işini dostumla danışdın. Dedi, sabah gəlsin, gözləyəcəyik. Doğrudan Xeyirli olsun. sağ ol qardaşım. Bir də axşam gəlirsən yanıma. Bir məsələ var. Səni biraz sorğu-sual edeyim. Sami. Nə oldu kişi? Nə hıqqınırsan? Nerede deyirəm də? Çoxdan da oynamırıq. Gələrəm qardaşım, gələcəm. Axşam sən mütləq Toğrul'la danışmalısın. Samir, səndən xəbər gözləyəcəm. Olmaz. Samir, dedim ki olmaz. Bizi kovarlar. Sana dedim biraz sabırlı ol. Dözmən bir şey fikirləşib eləyəcəm. Ana, Toğrul Nuraya deyib ki, səni Eldara ərə verəcəm. Ailə qurmaq oyun oyuncaqdır. Elə şey olmaz. Birdən də oldu. Mən neyniyərəm? Nuray dəli ola deyil. Mən sənə söz vermişəm ki, Nurayı sənə alacağım. Amma indi gelib Toğrula bir söz desən, aləm dəyəcək bir-birinə. Nə fikirləşmisənsə, de də. Samir, sən anana güvən, mən hər şeyi yoluna qoyacağım. Gözləməkdən başqa çarəmiz yoxdur. Yoxsa həm Nuraysız qalacaqsan, həm aç. Ana. Kızım. Necəsən qızım? Belə də. Şükür. Sen geç otur. Ben gelirim. Yaxşı kızım.
Salam. Aleyküm salam. Layla xanım evdədir. Hə, evdədir. Çağıra bilərsiniz, zəhmət olmasa. Çağırım da. Lalə! Lalə qızım səni çağırırlar. Görkümlü bala səni istəyirlər. Aytən? Murada nəsə olub? Yox, Murad yaxşıdır. Qızının cümə axşamına görə bunları Toğrul müəllim göndərdi. Götürün. Çox sağ olun. Niyə əziyyət çəkirdiniz? Xavər xanım da dedi ki, nəyəsə ehtiyacları varsa desinlər. Allah razı olsun. Xavər xanım göndərdi. Sağ olsunlar. Təşəkkürümüzü çatdırarsan qızım. Siz sağ olun. Sağ olun, çox sağ olun. Sağ olun, gedir. Allah rəhmət eləsin. Allah ölənlərinizə rəhmət eləsin. Allah ölənlərinizə rəhmət eləsin qızım. Sağolumuzu çatdır. Ver kömək eləyin. Sənə ağırlıq eləyərək. Sən narahat olma. Mən bunu sənin üçün saxlayacağam. Arxayın ol, arxayın ol. Gedək, gəl. Keçək. Nasılsın? Xavər xanım, başqa bir şey istəmirsiniz? Yox, sağ ol. Gelin siz də yeməyinizi yeyin. Nuş olsun. Murat bana. Niye yemirsən? Özü pis hissedirsən? Yox, əmi, biraz başım ağrıyır. Ona görə iştahım yoxdur. Yəqin açsın, biraz ye düzələr. Yaxşı. Torul o işlə əlaqədar görüşəcəkdi, nə oldu? Nuş olsun. Nuş olsun. Otaqda sıxıldı, ona görə gətirdim. Gör bir kim gəlib bura. Hələ yatmıyor. Biraz narahatdı, gəzdirirdim ki, bəlkə yatar. Nünün bolası. Sən yemək yemisən? Xeyr, Muradı yatızdırım, sonra yeyərəm. Olmaz elə yeməlisən. Aytən, ləmona boşqab gətir. Burada biraz da sən bax. Yox, narahat olmayın, mən mətbəxdə yeyərəm. Nuş olsun. Sənə də nuş olsun. Nə buradalanırsan, hə? Test edirsən. Bir saatdir, tutar da. Hesabatlar yapışıb qaldı, onu deyim. Qalacaq da, işi vaxtında görməyəndə əlbəttə qalacaq. Yaxşı. Yığışdır, gedək bit keçirək yeyək. Acından bir təhər oldu. Sən narahat olma, get mən hesabatları eləyim, buranı da səliqəyə salım, gələcəm. Ha, gün hardan çıxır? Nə yaman işgüzar olmusan. Hisslərimin qatili. Nədə, ambara qız gətirdilər.
Sənin gecənin də normal. Ay qız, hədə. Deyirəm ki, qazanları əlimdə görəndə qaynanasının dərində gözü kəlləsinə çıxdı. Vallahi çox ac göz adam oxşuyurlar bunlar. Yaxşı, yaxşı, sonra danışarıq. Yaxşı canım, yaxşı. Mən gəldim, gedə bilərsən. Uşaq yat. Alo, nədir Nurlan, nə istəyirsən? Niyə tez-tez zəng eləyirsən? Böcəyim. Neyirsən? Burada hər şey hazırdır, səni gözləyirəm. Sənə demədim 12-də gələcəm. Darıxıram, neyniyim? Tez gəl də. Darıxma da, darıxma. Dedim axı gələcəm. Amma sən belə tez-tez zəng eləsən, xalam şübhələnəcək axı. Yaxşı, gözləyirəm, gəl. Atanla danışdın? Yox, Nurlanla danışdım, məni gözləyir. Bəs atanla nə xəbər? Danışmamışam, xəbər yoxdur. Ay qız, danış da. Nəyə gözləyirsən? Bir işi də mən deməmiş elə də. Tez ol, zəng elə danış. Çox ağır dərddir. Allah heç kimə göstərməsin. Elədir bacım, elədir. Allah qəbul eləsin uşaq. Çox sağ ol Cəmilə bacı. Ölənlərin bir işdir. Bir dəqiqə özür istəyirəm. Hər aman. Ata, nə oldu? Nəyindədir o məsələni? Heç zəng eləmədin də. Dedim axı ay qızı, dedim ki, hər şey hazırdır. Onlar orada olanda sən mənə xəbər verirsən və sağ ol. Nurlan indi oradadır, məni gözləyir. Ha, laf yaxşı. Onda gözləsin. Bizə xəbər versin ha. Xəbərsiz qoymasın bizi. Eşitdin? Eşitdim. Mən sizin ikinizə də zəng eləyəcəm, narahat olmayın. Oldu, sağ ol. Ha, yaxşı, sağ ol. Həll eləyib. Hər şey hazırdır. Bircə bu məsələ həll olsaydı, hər şey yoluna düşərdi. Narahat olma, həll olacaq. Olsun. Çaylarınızı təzələsin. Yox bacı, çox sağ ol. Allah qəbul eləsin. Onda mən süfrəni yığışdırım. Yox, sən otur dincəl. Səhərdən dağılmaqdan səndə daha hal qalmayıb. Bəs bu qədər qab-qaşığı kim yığışdıracaq? Tökülüb qalıb mətbəxdə, bilirsən nə qədər qab-qaşıq var. Mən yer yığış eləyim, uşağın yanına qayıtmalıyam. Bəs bu gecəni qalmırsan? Yox, icazə vermədilər. Abala, xəbər elədi də, hamının özünü qulluqçu eləmək istəyir. Yaxşı, onda sən işi qurtar. Mən sonra aparıb sən yola salarım. Olmaz, otağıma qazı su götürərsən. Yaxşı. Gecən xeyir hanım. Solmaz xala. Samri çağır gəlsinlər. O pastanı ver ay bala. Ona hələ baxarıq. Çağır gəlsiz.
Toğrul səni nerede oynamağa çağırır? Samir. Ağzını açıp Nuray'ın adını bile çekmişsen. Sakitçe oyununu oyna. Bildin? Oyununu oyna. Geldim. Gecəniz xeyrə. Xeyrə qarşı. Toğrul'la danış. Samir boy, nə olub sənə? Nəsə bir tərsən? Yox, heç nə. Yaxşılıqdır. Dəqiq. Hə. Gəl. Hə, nədən oynayaq? Nədən deyirsən? Onda at gəlsin. Deyiniblər, hə? Beş dəqiqə qalıb. Gözlürük, səbr edirik. 25 dəqiqə böyük buluşma. Toğrul, bir söz demək istəyirəm. Səhv başa düşməzsən yəqin. Bilirsən də, Nuray mənim üçün də çox dəyərlidir. Bilirəm. Ona görə də Nuray mən sənə göz bağlı əmanət eləyə bilərəm. Polislər gəl, qardat var. Planımız işe yaradı. Haqqınızda şikayət var. Nə şikayət rəis, nə olub ki? Axtarış eləmək. Heç uzatmağın mənası yoxdur. Qızın adı kimləsə çıxmamış. Bu məsələni həll eləyək. Bəs kimi səs eləyib? O vaxt Toğrul Türkiyədə oxuyanda öz qrup yoldaşını sevirdi. Ondan ötürü dəli divanı idi. Toğrul satı nə bizi? İnan ki, gücüm çatsa, mən onun başına itin oyununu açaram.